Əziz dostlar, mənim sevgi və sevinç dolu evimə xoş gəlmişsiniz. Bu videoda sizə oyanma barədə sadə sözlərlə danışacağım. Oyanma nə deməkdir? Oyananlar kimdir? Advaita Vedanta'ya əsasən açıqlamaq istəyirəm. Advaita Vedanta din deyil, elm deyil, mənəvi qaydalar barədə heç bir şey açıqlamır. Advaita Vedanta özünü dərk etmək üçün açarları təqdim edir, göstərir. Özünü dərk etmək üçün yolları göstərir. Kim uyanır? Oyanan adamın bədəni və ya adı deyil, şəxsiyyət oyanmır. Şəxsiyyətə adəti yoxdur. Uyanmanın adəti yoxdur. Şuurun özüdür. Adi vaxtda insan özünü sadəcə fikirləri, bədəni və adı ilə eyniləşdirir. Yəni, yuxuda olur. Şuur hər şeyi görən, eşidən, boş məkan və ya işıqdır. Şuur bir kino ekranı kimidir. Kino nə qədər qorxulu və ya şən olsa da, arxadakı ekrana heç nə olmur. O sadəcə filmi göstərir. Budur şuur. Gözə görünməz şahid. Siz fikirlərinizi kənardan müşahidə edə bilərsiniz. Məsələn, bayaq əsəbi idim, indi sakitəm. Fikirlərin dəyişdiyini görən o dəyişilməz şuurdur. Belə də demək olar, o filmi izləyən də şuurdur. Oyanış ekrandakı personajın, məsələn, sizin şəxsiyyətinizin oyanması deyil. Oyanış ekranın özünün kino olmadığı, əslində ekran olduğunu fəhm etməsidir, dərk etməsidir. Fikir oyunundan çıxmaq. İnsan özünü fikirlərlə eyniləşdirir. Mən uğurluyam, mən qorxuram, mən müəlliməm. Oyananda isə dərk edir ki, o bu fikirlər deyil, fikirlərə baxan şuurdur. Yuxudan ayılmaq. Yuxudan ayılmaq şuurun özünü xatırlamasıdır. Bu deməkdir. Advaita Vedanta'nın əsas çatdırdığı fikir, mən və digərləri arasında sərhəd yoxdur. Hər şey tək və bölünməz bir varlığın ifadəsidir. Gördüyümüz hər şey bu şuurun ifadəsidir. Qısa bu barədə sizinlə paylaşmaq istəyirdim. Sadə sözlərlə açıqlamaq istəyirdim. Gələn videolarda bu mövzunu daha dərin açıqlayaram. Vaxtı gələndə. Vaxtında görüşərik.